Ötən ilin 17 avqustunda Xaçmazda 15 yaşlı oğlu öldürülən, əri isə bıçaq xəsarətləri almış Günel Məmməd Rəhimova faktla bağlı açılmış cinayət işinin istintaqından narazıdır. Qafqazinfoya müraciət edən şikayətçi bildirib ki, hadisəni törədən Şəhram Manafzadə barəsindəki şikayətlərindən geri çəkilmək üçün ailəyə təzyiq göstərilir. Qadın əri ilə qaynının hər hansı cinayət əməli törətməsinə baxmayaraq, onlara əlavə cinayət işinin açıldığını, bir neçə gün əvvəl isə qaynı barəsində həbs qətimkan tədbirinin seçildiyini deyib. Məmməd Rəhimova bildirib ki, tərəflər burada qarşılaşdıqda bir-birlərini əvvəldən tanımaları məlum olub. Yoldaşım Şəhrama zəng edərək onu Nabranda kafeyə çağırıb. O isə kafeyə gəlməyəcəyini qeyd edib meşənin kənarına çağırıb. Tel kəndində Şəhramın dediyi yerə gəldikdə ərim, qaynım və digər şəxslər onu tanıyıblar. Köhnə tanış olmaları məlum olub. Bundan sonra orada olan şəxslər söhbətə müdaxilə etməyiblər. Ərim Şəhramdan niyə söyüş söydüyünü soruşur və bundan sonra da dava düşüb. Dava əsnasında oğlum Cavidan görüb ki, Şəhram atasına bir neçə dəfə bıçaq zərbəsi endirib. Dərhal Şəhramı atasından ayırmaq istəyib, onu kənara dartıb. Həmin vaxt Şəhram Cavidanı yerə yıxıb və onun ürəyinə bıçaqla zərbələr endirərək onu öldürüb. Bundan sonra onları ayırmaq istəyən digər az yaşlı oğlum Heydəri və qaynım Gərayxanı və qonşumuz Elvini öldürməyə cəhd edib, onları bir qədər qovub maşının ətrafında dövr etdikləri üçün və havanın qaranlıq olmasına görə tuta bilməyərək maşını bıçaqla deşik-deşik edib. Daha sonra isə hadisə yerindən qaçıb. Mayın 7-sində isə Xaçmaz rayon məhkəməsi qadının qaynı barəsində prokurorluğun təqdimatı ilə həbs qətimkan tədbiri seçib. Qadın bildirib ki, xüsusilə ağır cinayət hadisəsi böyük övladının qətli 12 yaşlı oğlu Heydərin gözləri önündə baş verib. Uşağımın biri öldürülüb, digəri isə dəli olub. Manafzadənin məqsədi orada olanların hamısını öldürmək olub. 7 yaşlı qızım hər gün ağlayır, böyük qardaşı Cavidanı istəyir, nə vaxt gələcəyini soruşur. Qeyd eləyək ki, Manafzadə barəsindəki cinayət işi üzrə hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. O, cinayət məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilir. Bu ittihama əsasən təqsirləndirilən şəxs 14 ildən ömürlük həbsə qədər cəza ala bilər. Məmməd Rəhimov və digərlərinin barəsində xuliqanlıq maddəsi ilə başlanılan cinayət işinin prosessual icraatı Xaçmaz rayon polis şöbəsində davam etdirilir.